11-ci siniflər üçün son zəng həyəcanı Gəncədə xüsusi coşqu ilə keçib. Elm və Təhsil naziri Emin Əmrullayev Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümum təhsil məktəbində məzunların qonağı olub, onlara gələcək yollarında uğurlar arzulayıb. Təxminən 116.500 nəfər bu il məzunumuz var. Bu hər bir 116.500 Azərbaycan vətəndaşını öz tam orta təhsil bitirmələrini düşünürəm ki, əhəmiyyətli bir gündür Azərbaycan təhsili üçün. Faktiki olaraq son zəncin keçirilməsi bu uşaqların ən yadda qalan günüdür. Müəllimlərimizin də qeyd etdiyi kimi bu bizim üçün son zəngdir sadəcə. Ancaq həyatımız üçün daha yeni addımlardır deyə bilərik. Son zəng tədbirləri işğaldan azad edilmiş bölgələrdə də keçirilib. 32 şagird Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdən məzun olub. Məzun adını qazandım. Özümü çox xoşbəxt hiss edirəm. Hamının son zəng bayramını təbrik edirəm. Bu gün mən 1-ci sinifi bitirirəm. Böyüyəndə həkim olmaq istəyirəm. İkinci son zəngdir ki, artıq Şuşada qeyd olunur. Məktəbdə ümumiyyətlə 200-dən artıq şagird kontingenti var. Yəni burada təhsil alır 1-ci, 11-ci sinifə qədər olan siniflər üzrə və bu il məktəbi 16 məzun başa vurur. Daha bir son zəng tədbiri Ağdərədə keçirilib. Vəngli tam orta məktəbindən 3, Həsənriz tam orta məktəbindən isə 4 şagird məzun olub. 11 il həqiqətən çox tez keçdi. Hələ bu bir il daha tez keçdi. Yəni burada olmaq, sinif yoldaşlarımla, müəllimlərimlə olmaq o qədər xoşdur ki. Mirzə Ulubbəy adına Füzuli şəhər 1 sayılı tam orta məktəbdə də son zəng çalınıb. Bu il məktəbdən 27 şagird məzun olub. Bu torpaqlar üçün çox şəhidlər vermişik. Öz qardaşım belə Ülvi Mikailov bu torpaqlar uğrunda canından keçmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İşğaldan azad olmuş ərazidir, ata-baba yurdumuzdur. Qürur duyuram. Gələcəkdə hər bir uşaq kimi mən də universitetə daxil olmaq istəyirəm. 33 ildən sonra ilk dəfə Ağdamda da bir nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirilib. Bugün Ağdam şəhərinin bir məzunu var, Nihat İbrahimov. Nihat və gələcəkdəki şagirdlər çox şanslıdırlar. Onlar öz ata-baba yurtlarında məzun adı alacaqlar. Beləliklə 11-ci siniflər bugün son zəng sevinci ilə məktəblə vidalaşdılar.